Salam. Bizim bugünkü mövzumuz Azərbaycan Səsənilər dövründə mövzusudur. Bizi ilk olaraq Səsənilər dövlətinin yaranmasına nəzər yetirəcək. Qeyd edim ki, Səsənilər dövləti Parfiya dövlət ərazisində yaranmışdı. Həmin dövrdə Parfiya dövləti Roma ilə aparılan mübarizələr nəticəsində və eyni zamanda daxili çəkişmələr onun zəifləməsinə səbəb oldu və həmin dövrdə İranda əyalət hakimlərindən biri olan Ərdəşir Babəkan 226-cı ildə Parfiya dövlətinə son qoydu və 651-ci ilə qədər mövcud olan Səsənilər dövlətinin əsasını qoydu. Səsənilər dövlətinin paytaxtı Ktesifon şəhəri olmuşdur. Ktesifon eyni zamanda Parfiya dövlətinə paytaxt olmuşdur. Səsanilər Parfiyanın asılı dövlətlər sistemini ləğv edərək mərkəzləşdirilmiş dövlət yaratdılar. Sasani hökmdarları Şahənşah, tabe edilən ərazilərin hakimləri isə Şah adlandırılırdı. Şahənşahdan sonra isə ikinci şəxs Zərdüşt məbədinin baş kahini idi. Mərkəzləşdirilmiş dövlət. Əyalətləri idarə edən şəxslər mərkəzi hakimiyyət tərəfindən təyin edilir. Asılı dövlətlər sistemi isə tabe dövlətlər özlərinin daxili müstəqilliyini qoruyub saxlayırdı. Sasanilər öz hakimiyyətlərini möhkəmləndirmək məqsədilə yeni ərazilər işğal etdilər. Həmin dövrdə də Azərbaycan ərazisində Atropatena və Albaniya mövcud idi. Qeyd edim ki, Atropatena dövləti eramızın 20-ci ilində süqut etmişdi və Parfiya canişinləri tərəfindən idarə edilirdi. 227-ci ildə isə Sasanilər tərəfindən işğal edildi və artıq Sasani Şahənşahının təyin etdiyi canişinlər tərəfindən idarə edilməyə başlanıldı. Atropatena əhalisi Sasanilərə vergi ödəyir. Eyni zamanda Sasanilər buradan öz ordusu üçün əsgərlər toplayırdı. Atropatena yerləşdiyi coğrafi mövqeyə görə Səsənilər dövləti üçün xüsusi əhəmiyyət kəsb edirdi və buradan keçən ticarət yolları Atropatenanın iqtisadi cəhətdən inkişafına və şəhərlərin daha da çiçəklənməsinə səbəb olurdu. Atropatena dövləti Səsənlərin mövcudluğu dövründə Səsənlərin tərkibində qalmışdı və Atropatena dövləti həmin dövrdə Adur Badagan adlandırılmışdı. Yəni hərfən odun himayəsində olan ölkə deməkdir. Və Adur Badagan Sasanilər dövlətinin şəhərlərindən biri olmuşdur. Şəhər isə ölkə və ya vilayət deməkdir. Və Adur Badagan Parfiya dövlətinin tərkibindəki Atropatenanın sərhədlərinə uyğun gəlirdi. Albaniyanın tabe edilməsi. Albaniyanı eramızın 1-ci əsrindən etibarən artıq Parfiyanın Arşakilərin bir qolu olan Alban Arşakilər idarə etməyə başladılar və bu Arşakilər sülaləsi 510-cu ilə qədər hakimiyyətdə qalmışlar fasilələrlə. Onların hökmdarlarından biri olan 1-ci Qoçaq Vaçaqan bütün Alban vilayətlərini birləşdirmiş və mərkəzləşmiş dövlət yaratmışdı. Artıq 3-cü, 5-ci yüzilliklərdə və ya əsrlərdə Albaniya artıq mərkəzləşmiş feodal dövlət idi. Bu dövrdə Albaniya nəzarət uğrunda Sasanilərlə Roma imperiyası arasında mübarizə gedirdi. Bu mübarizədə 3-cü yüzilliyin 60-cı illərində, yəni 260-cı ildə Sasanilər dövləti Roma imperiyasını məğlub etdi və 262-ci ildə Albaniyanı tabe etdi. Lakin Albaniya Atropatenadan fərqli olaraq öz daxili müstəqilliyini saxlaya bilmişdi və 510-cu ilə qədər əvvəl də qeyd etdik ki, fasilələrlə hakimiyyətdə qalmışdı. Albaniya və Atropatenanın Sasanilər tərəfindən işğal edilməsini isə Nəqşi Rüstəmdə aşkar edilmiş kitabə sübut edir. Albaniya ərazisi. Albaniya biz əvvəlki mövzularda öyrənmişik. Şimaldan Qafqaz dağlarından cənubda Araz çayına qədər, qərbdə İberiyadan, şərqdə Xəzər dənizinə qədər olan ərazini əhatə edirdi və inzibati cəhətdən vilayətlərə və əyalətlərə bölünürdü. Kürün sol sahilində 11 vilayət, Qəbələ, Şəki, Kamsena, Lipina, Çola və s. var idi. Kürün sağ sahilində isə 4 əyalət, Arsaq, Uti, Paytaqaran və Sünik əraziləri mövcud idi. Albaniya hökmdarları. Onların səlahiyyətlərini nəzərə yetirək, demək hökmdarın yanında məşvərətçi orqan olan məclis fəaliyyət göstərirdi. Albaniya hökmdarları dövləti idarə edir, baş komandan idi. Onlar qanunlar qəbul edir, ölkənin baş hakimi hesab edilirdilər. Alban Arşaki nümayəndəsi olan Urnayır 313-cü ildən 371-ci ilə qədər mövcud olmuşdu. Onun daxili siyasəti
bütpərəstliyə qarşı mübarizəyə yönəlmişdi və eyni zamanda 313-cü ildə o xristianlığı rəsmi dövlət dini olaraq qəbul etmişdi. Lakin bu dövrdə xristianlıq bütün əhali tərəfindən ə, qəbul edilməmişdi. İndi isə Urmiyənin xarici siyasətinə nəzər yetirək. Urmiya hakimiyyət dövründə Cənubi Qafqaz uğrunda Sasanilərlə Roma arasında münasibətlər daha da kəskinləşmişdi və onlar arasında 359-cu ildə Amid döyüşü və 371-ci ildə Dizirav döyüşləri olmuşdu. Və bütün bu döyüşlərdə Urmiya Sasanilər tərəfindən vuruşmuşdu. Həmin dövrdə Sasani hökmdarı isə 2-ci Şapur idi. 309-379-cu illərdə hakimiyyətdə olmuşdur. 359-cu ildə Sasani hökmdarı II Şapur müttəfiqlərindən ibarət, yəni albanlar, saklar və hunlardan ibarət böyük bir ordu ilə Roma ərazisinə daxil oldu. İkinci Şapurun burada əsas məqsədi Suriya torpaqlarını ələ keçirmək idi. Lakin Fərat çayının daşması və şiddətli daşqınların baş verməsi onun yürüşün istiqamətini dəyişdirməyə məcbur etdi. Belə ki, Amid şəhəri, yəni indiki Türkiyədə yerləşən Diyarbəkir şəhəridir. Amid şəhərinə tərəf yönəldildi ordu və Amid şəhəri Roma qoşunları tərəfindən müdafiə edilirdi. Lakin Roma ordusu ağır məğlubiyyətə uğradıldı və Amid şəhəri Sasanilər tərəfindən ələ keçirildi. Lakin 371-ci ildə baş verən Dizrav döyüşündə isə Sasanilər və Alban birləşmiş qüvvələri Roma tərəfindən məğlub edildi. İkinci Vaçe 5-ci yüzilliyin ortalarında şimaldan edilən yürüşlər nəticəsində Albaniyanın paytaxtı olan Qəbələ şəhərinin həm siyasi, həm də iqtisadi əhəmiyyətinə mənfi təsir göstərmişdir. Bu səbəbdən də Alban hökmdarı 2-ci Vaçe 444-463-cü illərdə hakimiyyətdə olmuşdur. O Bərdə şəhərini saldı və paytaxtı Qəbələdən Bərdə şəhərinə köçürtdü. Sasanilər şimal sərhədləri müdafiə etmək üçün bir çox sədlər və qalalar inşa etmişdi və bu qalaların inşası zamanı Alban əhalisi də cəlb edilmişdi. Bu isə əhalinin əsas təsərrüfat işlərinə uzaqlaşmasına və ölkənin iqtisadi həyatına zərbə dəyməsi ilə nəticələnmişdi. Həmin dövrdə inşa işləri üçün də Alban əhalisinə çoxlu vergi toplanılırdı. Və bu dövrdə Sasanlara qarşı üsyanlar baş verdi. Bu üsyanların əsas səbəbləri verginin artırılması, siyasi narazılıqların daha da artması, Zərdüşti dininin zorla qəbul etdirilməsi, fars dilli əhalinin köçürülərək milli torpaqlarda yerləşdirilməsi idi. İkinci Vaçedə üsyan qaldırmışdı. Onun başçılıq etdiyi üsyan Azadlıq hərəkatı idi və bu Azadlıq hərəkatı 457-463-cü illəri əhatə edir. Lakin Azadlıq hərəkatı məğlub oldu və 463-cü ildə Sasanilər tərəfindən Albaniyanın daxili müstəqilliyi ləğv edildi və ölkə Sasani canişinləri, yəni mərzibanları tərəfindən idarə edilməyə başlanıldı. Sasani dövləti tərəfindən əhali və onun əmlakı da siyahıya alındı və bunun nəticəsində də vergilər artırıldı. 3-cü Mömin Vaçaqan 487-510-cu illərdə hakimiyyətdə olmuşdur. Və 5-ci yüzilliyin sonlarında Sasanilər axınlara qarşı müharibədə məğlub olaraq zəiflədi. Bu da həm Albaniyada, həm də qonşu ölkələrdə yeni üsyanlara səbəb oldu və bunun nəticəsində də Albaniya daxili müstəqilliyini bərpa etdi. Yəni 487-ci ildə bərpa etdi. Sasani dövlətinə ödədiyi vergiləri azaldıldı. Əhalinin dini və etiqad azadlığı tanındı. 3-cü Mömin Vaçaqan Arşakilər sülaləsinin sonuncu nümayəndəsi olmuşdur və o öz hakimiyyətini möhkəmləndirmək üçün dindən istifadə etmişdir. Dini birliyə nail olmağa çalışan 3-cü Mömin Vaçaqan islahatlar həyata keçirir, əhalinin geniş təbəqələr arasında xristianlığı yaymağa çalışır, atəşpərəstləri və bütpərəstləri təqib etdirirdi. Hakimiyyəti dövründə 488-ci ildə Aquenda kilsə məclisi çağırdı. Aquen indiki Ağdam rayon ərazisində yerləşir. Məclisin çağırılmasında Alban kilsəsinin müstəqilliyini təmin etmək və Alban kilsəsinin qaydalarını gücləndirmək idi. O, bununla ölkənin siyasi müstəqilliyini möhkəmləndirməyə nail olmağa çalışırdı. Aquen kilsə məclisinin qərarlarına aiddir. Demək, dövrümüzə gəlib çatmış yeganə tarixi hüquqi sənəd idi. Müxtəlif ictimai təbəqələrin sosial və hüquqi münasibətləri haqqında məlumat verir. Albaniyada feodal münasibətlərin inkişafına müsbət təsir etdi. Əyanların hüquqlarını və vergini tənzimlədi. 3-cü Mömin Vaçaqanın dövründə yeni kilsələr inşa edilir, məktəblər açılırdı, yəni kilsə məktəbləri açılırdı.
Lakin yenə də xristianlıq bütün Albaniya ərazisində yayılmadı və əhalinin yalnız bir hissəsi tərəfindən qəbul edildi. Və 3-cü Mehmet Vaçaqan hakimiyyət dövründə Albaniya siyasi və mədəni cəhətdən inkişaf etdi. Lakin Sasanilər daxili və xarici siyasi sabitliyi təmin etdikdən sonra Albaniya yerli hökmdar hakimiyyətini ləğv etdi. Bununla da 510-cu ildən 629-cu ilə qədər Sasani mərzbanları tərəfindən idarə edilməyə başlanıldı Albaniya və qeyd edim ki, Alban arşaikləri dövründə Albaniya siyasi quruluşunu mərkəzləşdirilmiş feodal dövləti kimi xarakterizə etmək mümkündür. Bizim burada mənbə var, maraqlı məlumatlar silsiləsindən. 3-cü Mehmet Vaçaqan hakimiyyətə gəlməsindən danışırdıq ki, bəs üsyanlar baş verdi. O üsyanlar haqqında burada məlumat var. Sasanilərin köçürmə siyasəti. Bilirik ki, böyük dövlətlər öz mövqelərini müəyyən ərazidə gücləndirmək məqsədi ilə öz əhalisinin bir hissəsini ora köçürür. Sasanilər də bu addımı atmışdı və Atropatena və Albaniyada möhkəmlənmək üçün fars dilli əhalini buraya köçürmüşdür. Və o fars dilli əhali əsasən şimal sərhəd ərazilərində məskunlaşdırıldı. Bu addımla Sasanilər Azərbaycanda etnik dayaq yaratmaq və mövqelərini möhkəmləndirməyə nail olmağa çalışırdılar. Atropatena şəhərləri. Atropatena təbii, coğrafi və strateji şəraitin əlverişli olması səbəbindən Sasani dövlətinin digər əyalətlərindən fərqlənirdi. Qeyd edim ki, Atropatena şəhərləri ticarət yolları üzərində yerləşirdi və bu səbəbdən də dünya ticarətinə Atropatena qoşulmuşdu. Bu isə Atropatena iqtisadi və ictimai inkişafına müsbət təsir göstərmişdir. Sasani imperiyasının şimal canişinləri Ərdəbil və Təbriz kimi iri ticarət mərkəzlərində özlərinə iqamətgah seçmişdilər. Atropatenin qədim şəhərlərindən biri də Marağa şəhəri idi. Ərdəbil şəhəri. Ərdəbil sözü arta, yəni müqəddəs və vil şəhər sözlərindən ibarət olan müqəddəs şəhər deməkdir. Sasanilər dövründə canişinlik mərkəzi olmuşdur. Qazaka Atropatenanın paytaxtı və Zərdüştlik dininin mərkəzi olmuşdur. Ticarət yolları da bu şəhərdən keçirdi. Bu səbəbdən də o Azərbaycan şəhərlərini qonşu ölkələrlə birləşdirirdi. Şahlara məxsus olan əsas atəşgahın burada yerləşməsi onun iqtisadi və siyasi cəhətdə inkişafına müsbət təsir göstərmişdir. Albaniyanın iqtisadi vəziyyəti. Kür çayın hər iki sahilində, Mirmuğan düzündə və Naxçıvanda əhali əsasən əkinçiliklə məşğul olurdu. Sənətkarlıq. 3-cü, 5-ci əsrlərdə sənətkarlığın yeni sahələri yaranırdı. Bu dövrdə məhsuldar qüvvələrin inkişafı və şəhərlərin rolunun artması toxuculuğun da inkişafına səbəb oldu. Qeyd edirəm ki, artıq erkən əsrlər dövründə Azərbaycan ipəkçilik meydana gəldi. Şəhərlər. Qəbələ, Naxçıvan, Dərbənd şəhəri inkişaf edirdi artıq və Beyləqan şəhəri isə inkişaf dövrünə qədəm qoymaqda idi. Bu dövrdə də yeni şəhərlərin yaranma prosesi gedirdi. Bərdə yaxın Orta Şərqin ən böyük ticarət mərkəzlərindən birinə çevrilmişdir. Sasani şahı 1-ci Xosrovun inzibati islahatı. Biz Sasani şahı Xosrovun digər islahatlarına da nəzər yetirəcəyik. Feodal münasibətlərin inkişafında sadəcə biz burada inzibati islahatı sadəcə izah edirik. Demək, inzibati islahat 6-cı yüzillikdə həyata keçirilmişdi. Xosrov Nuşirvanın hakimiyyət dövrü 531-579-cu illərə əhatə edir. O, Atropaten və Albaniyanı şimal canişinin tərkibinə daxil etdi. Onun hakimi Adrbadagan şahı adlanırdı. Məzdəkilər hərəkatı. Məzdəkilər hərəkatı 481-529-cu illərə əhatə edir. Bu hərəkat 3-cü yüzillikdə geniş yayılmış Mani təliminin təsirinə məruz qalmışdır. Bütün dinləri vahid bir dinlə əvəz etmək istəyən Mani öz təlimində bəzi dinlərin elementlərini birləşdirməyə çalışmışdı. Qeyd edək ki, bu dövrdə əhalinin vəziyyətini ardıcıl müharibələr, verginin artırılması və uzun sürən quraqlıq səbəb olmuşdu. Belə bir şəraitdə artıq 5-ci əsrin sonlarında Sasani dövlətində üsyan başladı. Üsyana Məzdək adlı şəxs başçılıq edirdi. Bəzi tarixçilərə görə Məzdək Təbriz şəhərində anadan olmuşdu. O, insanlar arasında bərabərsizliyə qarşı çıxır, hamının bərabər olmasını təbliğ edirdi. Bu səbəbdən də o, xalq arasında böyük dəstək qazandı. Məzdələr hərəkatının əsas məqsədi Tanrının yaratdığı nemətlərin insanlar arasında bərabər bölünməsi idi.
Hər hansı şəxsi mülkiyyətin inkarına və bərabərliyin təbliğinə yönəlmişdi. Manistlərdən fərqli olaraq xeyrin şər üzərində qələbəsinə inanırdılar. Məzdəkə görə ədalətli cəmiyyət yalnız mübarizə yolu ilə qurula bilərdi və məzdəkilər də bu məqsədlə mübarizə aparırdılar. Hərəkatın əsas iştirakçıları kəndlilər, sənətkarlar və şəhər yoxsulları, eyni zamanda bəzi əyanlar idi. Sasani şahı 1-ci Qubad hakimiyyəti illərində hərəkat gücləndi. Bunun əsas səbəbi isə ə, Qubadın məzdək hərəkatını himayə etməsi idi. Elə bu da Atropatenada yayılmasına təsir göstərdi. 1-ci Qubadın hərəkatı himayə etməsinin əsas məqsəd onun hakimiyyətinə təhlükə yaradan iri əyanlara və din xadimlərinə qarşı mübarizə aparmaq idi. Hətta o, quraqlıq nəticəsində baş verən məhsul qıtlığı dövründə Məzdəkinin məsləhəti ilə taxıl anbarlarından əhali ərzaq payladı. Məzdəki hərəkatı himayə etdiyi üçün də iri feodallar 1-ci Qubadı taxtdan saldılar və Qubad Axund dövlətinin hökmdarına sığındı. Bu zaman Məzdək və tərəfdarları Azərbaycana qaçmağa məcbur oldu. Daha sonra Qubad Axundların köməyi ilə yenidən hakimiyyətə gəldi. Artıq Məzdəkin dəstəyinə ehtiyac qalmadığından Qubad ona və tərəfdarlarına qarşı mübarizəyə başladı. Nəticədə 6-cı yüzilliyin birinci yarısında, yəni 529-cu ildə Məzdəki hərəkatı yatırıldı. Üsyan yatırılsa da Sasani hakim dairələri iqtisadi və idarəetmə sahələrində islahatlar keçirməyə məcbur qalmışdır. Din. Biz burada Zərdüştlik dinini, Xristianlıq dinini, eyni zamanda Tanrıçılıq dinini müzakirə edəcəyik. İlk olaraq başlayırıq Zərdüştlik dinindən. Zərdüştlik dini biz artıq Atropatena dövlətindən tanışıq. Zərdüştlik dini Atropatena və Sasani arasında aparıcı din idi və bu dinin mərkəzi Qazakada yerləşirdi. Atəşpərəstlər üçün müqəddəs və ən şərəfli od məbədi sayılan Adurquşnasp o dövrdə Atropatena paytaxtı olan Qazaka şəhəri yaxınlığında indiki Təxt-i Süleymanın yerində yerləşirdi. Sasani şahları hakimiyyətə gəldikdən sonra paytaxtdan Qazakada yerləşən baş məbədə piyada getməli idilər. Bu məbəd dövlət və dinin birliyinin rəmzi idi. Sasani şahları Zərdüşti dini yaymaqda bir sıra məqsədləri var idi. Bu məqsədləri əsasən öz hakimiyyətini möhkəmləndirmək, tabe edilmiş müxtəlif xalqa itaətdə saxlamaq idi. İndi isə xristianlıq dininə nəzər yetirək. Xristianlığın yayılması 2 mərhələyə bölünür. Birinci mərhələ həvari, apostol mərhələsidir. 4-cü yüzilliyə qədər davam etmişdir. Bu dövrdə xristianlığı Qüdüsdən, Suriyadan gələnlər yayırdı. İkinci mərhələ isə 313-cü ildə Urnayer xristianlığı dövlət dini elan etməsi ilə başlayır. Qeyd edirəm ki, xristianlıq Albaniyada 1-ci yüzillikdə yayılmağa başlamışdır. Urnayer və 3-cü Vaçaqan xristianlıq dini yaymaqla Albaniya dövlətini daha da gücləndirməyə çalışırdılar. Xristianlığı dövlət dini kimi qəbul edən ilk dövlətlərdən biri olmuşdur. Albaniyada xristianlığın yayılmasından sonra inşa edilmiş kilsələrin əksəriyyəti qədim məbədlərin qalıqları üzərində uzaldılmışdı. Qafqaz regionunda ilk xristian kilsəsi olan Şəkinin Kiş kəndindəki kilsə qədim Alban məbədinin üzərində inşa olunmuşdur. Lakin xristianlıq Azərbaycan ərazisində Sasani şahlarının tabe etdikləri ölkədə xristian məzhəbini təqib etməsi və atəşpərəstlik sıra yaymağa çalışmaları səbəbindən eyni zamanda yerli əhalinin tanrıçılıq dini inanclarını qoruyub saxlamaqda israrlı olması onun yayılmasının qarşısını aldı. Yəni bu səbəbdən də xristianlıq Azərbaycanda möhkəmlənə bilmədi. Tanrıçılıq dini qədim türklərin təkallahlı səmavi dini idi. Azərbaycanın bütün vilayətlərində, xüsusilə düzən bölgələrində yayılmışdı. İndi isə biz Azərbaycan xalqının formalaşması prosesini izah edək. Qeyd edirəm ki, Azərbaycan ərazisində türk tayfalarının ikinci axını erkən əsrlər dövründə olmuşdu, xalqların böyük köçü dövründə. Sasanilər həmin dövrdə türk axınların qarşısını almaq məqsədi ilə dağ keçidlərində qalalar və müdafiə sədləri tikdirmiş və həmin ərazidə hərbi dəstələr yerləşdirmişdilər. Lakin Sasanilərin bu addımları heç bir nəticə vermirdi və eramızın ilk yüzilliklərindən Qafqaza gələn Hunlar Xəzər dənizinin qərb sahillərində məskunlaşdılar. Onlar sonradan Azərbaycana gələrək Mil düzünə qədər irəlilədilər. Onlardan sonra digər türk tayfaları olan Bulqar, Xəzər, Sabir,
Coruz, Kəngərlər də Azərbaycan ərazilərinə gəlmişdilər. Türk axınları nəticələrinə nəzər yetirək, demək dil birliyi yarandı. Türk dili vahid ünsiyyət vasitəsinə çevrildi. Artıq 7-ci yüzillikdə Azərbaycan türk ədəbi dilinin formalaşması başlanıldı. Bu dövrdə Azərbaycan mühitində Kitabi Dədə Qorqud dastanının yaradılması Azərbaycan türkcəsinin böyük inkişaf yolu keçdiyini göstərir. Vahid xalqın yaranma prosesi daha da sürətləndi. Türk tayfaları aparıcı hərbi siyasi qüvvəyə çevrildi. Azərbaycan xalqının təşəkkülündə rol oynadılar. Ərəb mənbələrində xilafət qoşunlarının Azərbaycan ərazisinə ilk yürüşləri zamanı Azərbaycan ərazisində toplu halda yaşayan türklərlə qarşılaşdıqları qeyd edilib. Bu 7-ci əsrin ortalarına aid bir mənbədir. Sasənilər dövründə Azərbaycan vahid halda birləşdirildi. Bu da vahid xalqın yaranmasına müsbət təsir göstərmişdir. Yadelli işğalına qarşı birgə mübarizə aparılması, əhalinin birləşməsinə və qaynıb qarışmasına müsbət təsir göstərmişdir. Şimal və Cənub arasında etnik mədəni birlik yaranmışdı. Sasənilər dövründə Azərbaycanda feodal münasibətləri də yaranmış və inkişaf etmişdi. Buna artıq sonrakı dərslərimizdə izahını verəcəyik. Sizə qaranlıq qalan hər hansısa bir mövzu varsa, bizə bildirməyiniz kifayət edir ki, biz onun izahını verib öz kanalımıza yerləşdirək və siz də ondan faydalana biləsiniz.